Doktor, makulyar ödəm nədir və kimlərdə yaranır? Bu irsi xəstəlikdirmi? Makulyar edem tez-tez olur, düzdür. Biz makulyar edem deyəndə nəzərdə tuturuq. Belə bir xəstəlik var, amma o çox nadir hallarda olur, məhz özü kimi. Çox vaxtı bu başqa xəstənin əlamətləridir. O da şəkər xəstəliyidir və siz dediyiniz o yaşa bağlı makulyar degenerasiyadır. Yəni ki, o nədir? Bu insanlarda 50-dən 60-dan sonra başlayır və göz dibində o iki forması var, quru var və nəm var. Bax, o nəm nədir? Orada damarlar əmələ gəlir. Elə genetik bir faktordur o. Elə bilin ki, orada bir hasar var gözün dibində. O hasar getdikcə dağılır. Köhnə bağlarda görürük. Kubiklar dağılır, hava vurur, külək vurur, dağılır, deşiklər əmələ gəlir. Deşiklər əmələ gələndə arxadakı olan damarlar başlayır keçməyə o deşiklərdən içəri və görməni pozur. Bu nəm formasındadır. Burada nə edirik? İynə vururlar. Bəli. Bir neçə iynələr var, bir neçə şişəkətlər buraxır. Görmə faizi artırmı o iynəni vuranda? Əgər vaxtında vurdunsa artır, çox gecdirsə artmır. Baxır o hasarın nə qədər deşikli deşik olub. Bir dənə, iki dənə deşiksə onda effekt verir. Çox deşik olanda çox az effekt verir.